Hörmətli izləyicilərimiz, Şimşək TV-nin efirində növbəti çıxışımıza başlayırıq. Televiziyamızın siyasi şərhçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tanınmış mətbuat işçisi, müdrik rəhbərimiz Heydər Əliyev siyasətinin təbliğatçısı, Yap Bugünün Sabahın partiyasıdır. Müasir müstəqil dövlətçilik tariximizin banisi kitabının çoxsaylı elmi, siyasi, analitik, təhlili məqalələrinin müəllifi, Qızıl Qələm, Azərbaycan bayrağı, xalqın nüfuzlu ziyalısı, media mükafatları laureatı Dəmir Qurbanlı. 31 Mart Azərbaycanlıların soyqırımı barəsində ermənilərin xalqımıza qarşı törətdikləri beynəlxalq cinayəti barəsində fikirlərinizi ifadə edəcək. Buyurun. Və əvvəlcə soyqırımı cinayətkarların hüquqi əsasları cinayətinin əsasları, məqsədi və digər cinayətlərdən fərqli cəhətləri barəsində məlumat verərdiniz. Buyurun. Hörmətli izləyicilərimiz, dinləyicilərimiz, öncə sizi salamlayıram, sizə ən xoş arzularımı çatdırıram. Bizi izləmək, dinləmək üçün vaxt ayırdığınıza görə, vaxt sərf etdiyinizə görə sizə əvvəlcədən dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Televiziyamızın efiri vasitəsilə Heydər Əliyev Akademiyasında 31 Mart günü Azərbaycanlıların soyqırımı günü barəsində mövzumuza keçməzdən əvvəl, mövzumuzun şərhinə başlamazdan əvvəl soyqırımı qurbanlarının və soyqırımı siyasətinin davamı olaraq ermənilərin 1918-ci illərdən həyata keçirdikləri işğal, təcavüz, soyqırımı, deportasiya siyasətləri nəticəsində və eyni zamanda Azərbaycan ərazilərinin işğala məruz qoymaları istiqamətində həyata keçirdikləri müharibələrdə Azərbaycan torpaqlarının işğal edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq, igidlik, cəsurluq döyüşlərini nümayiş etdirərək ən yüksək zirvəni fəth etmiş